Şirniyyat bağırsaqdakı olan parazitlərin, göbələklərin, patogen bakteriyaların yemidir. Və nə qədər şirniyyat yeyilir, o qədər o bakteriyalar artır, inkişaf edir, balalayır və neynir? O başlayır bizim qanımızla qidalanmağa, bizim o toxmalarımızla qidalanmağa. Hətta bizim daxildəki olan vitamin, minerallarla qidalanmağa. Ona görə də orqanizm zəifləyir, immun sistemi aşağı düşür və uşaq tez-tez başlayır xəstələnməyə, öskürməyə, halsız olur, iştahası kəsilir. Bəli, iştahası bilirsiniz niyə kəsilir? Orqanizmin çox maraqlı bir sisteması var. Əgər orqanizm başlayır işlaqlanmağa, yəni o toksinlər qalxırsa orqanizmdə, toksin də hardan qalxacaq? Parazit, göbələk, onlar yeyirlər, o öz ifrazatlarını qana tökürlər. O toksin qalxır, orqanizm toksin qalxanda artıq o iştahanı söndürür ki, xüsusi makrofaglar var, girir o toksinləri təmizləyir. Autofagiya sisteması var. Bax, o başlayır həmən ki, orqanizmdə olan toksinləri tutub zərərləşdirməyə. Ona görə iştah kəsir. Bəs nə etmək lazım?